İnkişafyönümlü didaktik prinsipində təlim uşağın bilik və bacarıqlarının mərhələli inkişafına yönəlib. Təlim təkcə bu gün üçün yox, uşağın sabahı üçün də əsasdır. İnkişafyönümlülük gələcəyə körpü yaradır. Nümunə olaraq, məsələn, sayma mövzusu mərhələli şəkildə dərinləşdirilir. Əvvəl 1-dən 5-ə qədər sayma, sonra əşyaları sayma, daha sonra sadə toplama və çıxma tapşırıqları uşaqlara təqdim olunur. Təlim prosesi zəncirvari şəkildə qurulmalı, eyni mövzular dərinləşdirilərək təkrar edilməlidir. Müəllim uşağın inkişafına müşahidə edib, uyğun tapşırıqlarla təlimi fərdiləşdirməlidir. İnkişafın qiymətləndirilməsi müntəzəm və mərhələli aparılmalıdır. Növbəti didaktik prinsipimiz tələbyönümlülük didaktik prinsipidir. Ümumi inkişafla bağlı təhsil proqramının məzmununda fərdin, cəmiyyətin və dövlətin dəyişən tələblərinin nəzərə alınmasıdır. Təlim yalnız uşağa deyil, həm də cəmiyyətin və dövrün ehtiyaclarına cavab verməlidir. Dünya dəyişir, uşaqlar dəyişir, eləcə də biz böyüklər, tərbiyəçi müəllimlər dəyişməlidir. Təlim dövrün tələblərinə cavab verməlidir. Nümunə olaraq, məsələn, rəqəmsal bacarıqlar və texnologiya ilə tanışlıq fəaliyyətləri proqramlara daxil olunmalıdır. Müasir dövrün tələblərinə uyğun yeni mövzu və vasitələrdən istifadə edilməlidir. Ailə, icma və dövlətlə əlaqə saxlanılaraq təlimin məzmunu çevik tənzimlənməlidir. Proqramlar dəyişən tələblərə cavab verəcək şəkildə, dövrü şəkildə yenilənməlidir. Növbəti didaktik prinsipimiz varislik didaktik prinsipidir. Müəyyən edilmiş yaş qrupları üzrə tətbiq edilən təhsil proqramlarının məzmun və mahiyyət etibarı ilə bir-birini tamamlanmasıdır. Testlərdə açar sözlərimiz məhz bunlardır ki, məzmun və mahiyyət etibarı ilə bir-birini tamamlanması deyildikdə söhbət varislik didaktik prinsipindən gedir. Hər yaş dövrü əvvəlkinin üzərində qurulmalı, məzmunlar bir-birini tamamlamalıdır. Hər yeni bilik əvvəlkinin üzərində qurulur. Bu ardıcıllığa riayət etmək uğurun əsas şərtidir. Nümunə olaraq, məsələn, 3 yaşlı uşaqda rəng tanıma bacarığı formalaşdırıldıqdan sonra 4 yaşda rəng qruplaşdırma, 5 yaşda isə rəngləri uyğunlaşdırma öyrədilir. Təlim planı yaş qruplarına uyğun və pilləli şəkildə hazırlanmalıdır. Müəllim əvvəlki mərhələdə öyrənilmiş biliklərə əsaslanmalı, onları möhkəmləndirməli və inkişaf etdirməlidir. Tədris materialları, fəaliyyətlər yaş səviyyələrinə uyğun ardıcıllıqla seçilməlidir. Növbəti didaktik prinsipimiz inteqrativlik didaktik prinsipidir. Təlimin məzmun komponentlərinin əlaqələndirilməsidir. Əlaqələndirmə açar məqamdır, əziz tərbiyəçilər, sertifikasiyaya hazırlaşan tərbiyəçilər və eləcə də MİQ imtahanlarına hazırlaşan tərbiyəçilər. Diqqətli olun, açar məqamlar var dərsimizdə. Deməli, məşğələlər və inkişaf sahələri bir-biri ilə əlaqələndirilərək tədris olunmalıdır. Uşağın zehnində biliklər parçalanmış olmamalıdır. Bütün bacarıqlar bir-biri ilə əlaqələndirilir və əlaqəlidir. Nümunə olaraq, məsələn, meyvələr mövzusunda uşaqlar riyazi sayma, neçə alma kimi sualları verilir. Dil bacarıqları, meyvə adları, estetika, meyvə rəsmi və sağlam həyat meyvələrin faydası haqqında eyni anda məlumat alır. Yəni ki, əlaqələndirilir. Mövzular məşğələlərarası əlaqə əsasında seçilməlidir. Təlim bir mövzu ətrafında çoxşaxəli bacarıqları inkişaf etdirməlidir. Müxtəlif fəaliyyətlər eyni məzmunu fərqli bacarıqlarla əlaqələndirilməlidir. Azərbaycançılıq didaktik prinsipi. Uşaqların vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onlarda fəal vətəndaş mövqeyinin formalaşdırılması, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə hörmət hissinin aşılanması, təlim uşaqlarda milli kimlik, vətənpərvərlik və mədəniyyətə sevgi formalaşdırılmalıdır. Uşaqlar milli kimliyini tanımadan dünyanı tanıya bilməz. Azərbaycançılıq prinsipi bizim dəyər daşıyıcımızdır. Nümunə olaraq, məsələn, Novruz bayramı ilə bağlı nağıllar danışılır, xalq oyunları oynanılır, milli musiqilər dinlənilir. Fəaliyyətlərdə milli bayramlara, musiqilərə, folklora yer verilməlidir. Uşaqlarda Azərbaycan dilinə, tarixinə, mədəniyyətinə maraq və hörmət formalaşdırılır. Ailələr də bu prosesə cəlb olunmasına biz tərbiyəçilər köməklik göstərməliyik və ailələri təşviq etməliyik.
Sonuncu didaktik prinsipimiz dünyəvilik didaktik prinsipidir. Dünyaya aid olma, dünya ilə bağlı olma, dini olmama, dinlə əlaqəsi olmama. Diqqətli olun, bunlar hamısı açar məqamlardır. Deməli, təlim elmi biliklərə və dünyəvi dəyərlərə əsaslandırılmalıdır. Din dövlətdən ayrıdır və buna diqqətli olarsınız. Əziz tərbiyəçilər, bugünkü mövzumuz didaktik prinsiplər idi. Ümid eləyirəm ki, hər biriniz üçün maraqlı oldu dərs. Sağ olun, hələlik növbəti dərslərimizdə görüşənədək.